Hansı şikayətlərlə gəlmişdi? Nəyimiz var idi? Nədir sizincidə? Mədə bağırsaq idi, bir də öd. Hansı şikayətləriniz olurdu? Köp? Köp olurdu, bağırsaqda gurultular olurdu. Səs olurdu, səs olurdu. Vurma, sancı. Sancı. Böyük bayram nətər gedirdiniz? İshal olurdu. Bəli. Neçə dəfə gedirdiniz? Gün ərzində olurdu 2 dəfə, 3 dəfə. 2 dəfə, 3 dəfə. Mehman müəllim, necə siz bax müalicəmizdən sonra özünüzü necə hiss edirsiniz? Nə gedib, nə qalıb? Demək olar ki, yaxşıyam. Doğrudan deyirsiniz. Ay, nə yaxşı. İshal da yoxdur, köp də yoxdur, Bəli, ağrı da yoxdur. Ağrı da yoxdur. Çox sevindim. Neçə vaxt idi belə şikayətlərimiz var idi? Çoxdan belə şikayətim vardı. Bir neçə həkimə getmişdim. Aha. Amma keçməmişdi. Məsələn, neçə il demək olarmı? Neçə ay? Neçə vaxtı var idi? Orada söhbət də deyərimlə bir 3 il idi, 4 il idi, 3 il idi, 4 5 il idi belə bax. Bəlkə də 5 il. Belə şikayətlərdən əziyyət çəkirdiniz. Bəli, bəli. Hər gün 4-5 dəfə böyük bayıra çıxmaq, sancı, köp, qaz, gurultu da var idi, eləmi? İndi bütün şikayətlər keçib. Keçibdi. Çox sevindim. Çox şükür Allaha. Çox sağ olun. Bir aylıq müalicəmizi Sizin eləmisiniz. sayənizdə. Sağ olun, çox sağ olun. Belə xəstələr bizim üzümüzü güldürür təbii ki, Mehman müəllim. Sözün əsl mənasında. Bəlkə də inanmazsınız ki, bax sizin o deyirsiniz ki, yaxşıyam. O həkimin ən böyük hədiyyəsidir. Yəni sizin təşəkkürünüzü. Hələ sizin kimi ziyalı adamların, sizin kimi belə önəmli adamların heç yəni bəzən olur, düzdür, xəstələrimizin elələri olur ki, məsələn, gəlirlər, deyirəm ki, bax bu şikayətlərim vardı, keçibdim deyir. Yox, bu keçib, amma o qalıb, o keçib, bu qalıb. Onda da mən istəyirəm ki, nə qalıb onu bilməyə. İndi deyirsiniz, heç nə qalmayıb. Keçib. Nə yaxşı, çox şükür. Mümkün deyil, insan xoşbəxt ola bilməz. Yəni o şikayətlərini biz yazırıq və hər şeyi soruşuram. Əməliyyat olubmu? Xəstə deyir, bura girən niyə xəstə çıxmır? Deyirəm ona görə ki, mən beynimdə nəsə sual qalmasın istəyirəm xəstə haqqında. Çünki bax, inanırsınız, danışırıq da, xəstəyə diaqnoz qoyma. Bir də məsələ, qapıdan çıxanda bir dənə də sual soruşuram ki, falan şey necə idi? Həmin sual o diaqnozun cavabı olur. Yəni, önəmlidir bu suallar. Ona görə də şükür Allaha ki, bugün siz də razısınız. Mən də razıyam. Neçə dəfə sizə dua oxumuşam ki, Allah həkimin canını sağ eləsin. Can, çox sağ olun. Sevinə yoldaşıma deyirəm, falan şeyi də yedim, ona bir şey eləmə daxı bu. Siz gidirdiniz, mən mandarini neçə ildə yemirdim. O mənə dünyalar oldu. Özümün... Ayrı ne yeməm sizin deyirəm? Neçə ildə yemirdim? Qızartma yeməyi yedim. Hamısını Yəni, broiler yox da, sahədə saxladıram, yaxşı mal heyvanım var. Mən onun qaymağına, çiyəsinə həsrət edim. Ayını maşallah yiyir. Boşqabla qoyub qabaqda. çiyəsini də yiyir, qaymağını da yiyir, mandarini də yiyir, apelsini də yiyir, nə istəyirsiniz yeyin. Bax, bugün mənə ən böyük hədiyyə siz oldunuz, Mehman müəllim. Çox sağ olun, var olun. Nə gözəl sizi belə görmək. Sağ olun, Allah sizi də Sizin kimi qorusun. həkimlər dişimizdən əskiy eləməsin. Çox sağ olun. Ağızda acılıq da olubdu sizdə. Acılıq varmı? İndi yoxdur, amma çox elə bil ki, zəhər aparırdı da ağzım, elə bir vəziyyətdə olurdum mən. Amma tam bu müalicələrdən sonra tam keçib gedirdi. Hə, çünki sizin ən önəmli şikayətiniz olub. Bəli, Mən hər bəli, zaman bəli. xəstənin ən önəmli şikayətini deyirəm ki, bax sizə ən çox incidən nədir? Onu böyük hərflərlə yazırıq. Ona görə mütləq dedim ki, bu vərəqi tapaq, ona baxaq. Ağızda acılıq yoxdur ki indi. Vəsə, əgər ən önəmli şikayətiniz, sizi bura gətirən şikayət, gurultu bir də demisiniz, o yoxdursa deməli hər şey yaxşıdır. Təbrik edirəm. Müalicəmizi davam eləyəcəyik. Çox sevindirdiniz məni, Mehman müəllim. Allah uzun ömür versin, can sağlığı da versin. Sağ olun, minnətdaram. Çox sağ olun.